Bəziləri deyir ki, məsələn, şiələrin işi budur deyirlər. Biz İmam Məhdi zuhurunu gözləyirik. Nə oldu bu gözləməyə nə verərlər? Qobuna bir dənə misal verim. Məsələn, 3 nəfər, 5 nəfər yığışıb, istəyirlər gedərlər voleybol oynamağa. Zəng eləyirlər dostlarından birinə, deyirlər filan kəs, gedirik voleybola. Sən də gəl. Deyir, yox, mən gələnmərəm. Nə edirsən? Oturmuşam, qonaq gözləyirəm. Doğrudan bu insanlar ki, voleybola gedirlər, deyə bilərlər ki, buna bax, biz gedirik voleybola, hər hansısa bir işi görür, amma bu oturub gözləyir. Yox, bunu deməyə haqq yoxdur. Çünki gözləməkdən gözləməyə fərq var. Bəzi gözləmələr insanı səfərbər edir. Bir adam ki, sözün əsli mənasında qonaq gözləyir, bu gözləmənin arxasında küll hərəkət bazası var. Demək, bu evin eşiğini təmizləyib, oturub. Demək, bu süfrəsini açıb, salatın yığıb, pulosunu bişitdirib, qonaq gözləyir. Əgər qonaq gözləməsə, bu adam hərəkətsiz olar. Gözləyirsə, demək, bütün bu şəraitləri qurub, oturub. Biz İmam Məhdi müntəziriyik, İmam Məhdi gözləyəniyik. Bax, eynən bir dənə əziz qonağı gözləyən kimi. Mənası budur, biz təmizliyimizi yaparmışıq. Harda? Həm qəlbimizdə, həm əməlimizdə, həm rəftarımızda, həm etiqadımızda. Necə? Baxın, İmam Məhdi gözləyicilərində bu intizarın 2 dənə yerdə aparıcılığı var. Biri etiqadıdır, biri əməli. Etiqadında necə? Adam düşüncəsində əgər İmam-ı Zamanı oturub sözün əsli mənasında gözləyirsə, İmam-ı Zamanı nə kimi sima ilə gözləyir? Gözləyir bu adla ki, bir insanın intizarındayam ki, gələcək zülmün kökün kəsəcək. Belə bir adam özü zülm əhli olmaq istəyər bir adamı gözləsin ki, gəlsin bunun kökün kəssin. Bir adam ki, İmam-ı Zamanın intizarındadır, bu adam elmin cəhalət üzərində qələbəsinin, bu adam məzlumun, zalimin üzərində qələbəsin, bu adam təqvanın günah üzərində qələbəsinin intizarını çəkir. Nəinki bu adam, bu etiqad əgər bunda varsa, mənası budur, özü bu yolların heç birindən olmayacaq.